Sağlam və uzun ömürlü həyat istəyirsənsə, Pol Breqi oxumaq lazımdır inşallah. Bizim sağlamlığımız öz əlimizdədir. İnsan o halda sağlam olur ki, öz-özünün həkimi olanda. Mən bu günləri mən çox sevinirəm ki, mənim orqanizmdə bir məsələn üçün xəstəlik baş verərsə, mən özümü sağaldıram. Mən gedib belə deyim də, klinikalarda növbə gözləmirəm. Özümü sağaldıram. Bundan gözəl xoşbəxtlik varmı? Sizə sual verirəm. Bundan gözəl xoşbəxtlik insanda ola bilərmi? Və mən insanların kütləvi şəkildə sağalmağına görə də mən sevinirəm. Xoşbəxt oluram. İnsanın düşüncələri də gözəl olur. İnsanın həyatı gözəlləşir. Valla sözlərlə mən bunu ifadə edə bilmirəm. İnsanın sağlamlığı başqa bir şeydir. İnsanın sağlamlığı olmayanda, vallahi ki, insanın dünya nemətlərində gözü olmur. Yəni, mülkün olsa, yenə də gözün onda olmayacaq, sağlamlığı istəyəcəksən. Yəni, bu prosesləri yaşayan insanlar gözəl bilir bax bunu.